Bura gələndə mədəni sizə dua edəcək. Çox doyumlu setlər var. Gəlmişik yoxlamağa. Dua etin odlu alovlu, içi bol kabablı bir seti var. Deyilənə görə doyumluluqda rəqib tanımır. Qiyməti 70 manatdır, 5 nəfər üçün nəzərdə tutulub. Adama 14 manat düşür. İçində nələr var? Siz deyin nələr yoxdur. 10 cür kabab. Bura aiddir tikə lülə, Adana, Urfa, toyuq köftə, çöp kabab, ciyər, ürək, quyruq, tərəvəz kababları, düyü və 5 cür məzə. Humus, acılı əzmə, paytaxt salatı, manqal salatı və pomidor xiyar da öz yerində. Açığı setə baxanda adam doyur. Biz isə çox baxa bilmədik və bu təamları bir göz qırpımında dişimizə çəkdik. Ümumi götürəndə keyfiyyətə söz yox. Amma ağız dadı məsələsi hamıda fərqlidir. Məsələn, xanımlar ciyəri çox da bəyənmədilər. Əvəzində toyuq kabablarından zövq aldılar. Köftələri, Adana və Urfaları çox qəşəng hazırlanmışdı. Haqqını verməliyəm. Bəri başdan deyim ki, setə içki daxil deyil, onu ayrıca özünüz sifariş edirsiniz. Məkanın aşağıda və yuxarıda olmaqla 2 zalı var. Yuxarıdakı zalda canlı ifalar olur. Restoranın ayrıca namaz otağı və uşaq otağı da var ki, bu da bir məkan üçün həqiqətən əlavə üstünlükdür. Yəqin elə bunun nəticəsidir ki, bu qədər bol müştərisi var. Yəni bura xəbərsiz gəlsəz, dua eləyin ki, içəridə oturmağa yer tapasınız. Rezerv etmədən boş masa tapmaq müşkül məsələdir. Dua etin 2 filialı var. Biz Gənclikdəki Dədə Qorqud Parkı ilə üzbəyüz yerləşən filialında olduq. Bir filialı da Əhmədlidə yerləşir. Buranı ən azı bir dəfə yoxlamağa dəyər. İzlədiyinizə görə təşəkkürlər. Dualarımız sizinlə. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.